şəhid ailələrinə diqqət yoxdur. Heç olmasa şəhidin məzarlarına diqqət olunsun da. Kanal 21-ə müraciət edən Bərdə şəhər sakini Kamil Əsədov, şəhid Əsədov Samir Camaloğlu'nun qardaşıdır. O, Bərdə Şəhidlər Xiyabanındakı mövcud vəziyyətdən narazılığını bildirib. Müraciətə əsasən xiyabanda bəzi məzarların ətrafına vurulan metlaqlar qırılıb, bəzi yerlərdə isə örtü hissələri tamamilə sıradan çıxıb. Ərazidə bu kimi nasazlıqlar şəhidlərin xatirəsini ehtiram baxımından xoşagəlməz mənzərə yaradır. Kamil Əsədov bildirir ki, Şəhidlər Xiyabanı kimi müqəddəs bir məkanda belə qüsurların aradan qaldırılması və zəruri tədbir işlərinin aparılması vacibdir. O, kanalımız vasitəsilə aidiyyəti dövlət qurumlarına müraciət edərək yaranmış problemin aradan qaldırılmasını xahiş edir. Mən Kamil Əsədov, Bərdə şəhidi Əsədov Samir Camaloğlu'nun qardaşıyam. Bildiyiniz kimi, bax gördüyünüz kimi, bax bu Şəhidlər Xiyabanındandır. Baxın, görün necə bərbad vəziyyətdədir. Mən buradan üzümü tuturam hörmətli cənab prezidentimiz cənab İlham Əliyev və Müdafiə Nazirimiz cənab Zakir Həsənov. Xahiş edirəm, baxın, görün Şəhidlər Xiyabanında necə ayrı seçkilik edirlər. Köhnə şəhid, təzə şəhid. Belə şeylər olmaz. Baxın, Bərdə rayonunda bizim şəhidlərimizin məzarlarına belə biabırçılıq harda var? Mən heç bir rayonda görməmişəm. Ancaq gördüm Bərdədə. Bəli, Bərdə rayonu. Mənim anam şəhid anasıdır. Əsədova Zərifə. Utandığından, məzarlıq bu vəziyyətdə olduğundan Şəhidlər Xiyabanına gedə bilmir. Yəni, belə şeylər olmaz. Baxın, görün necə bərbad vəziyyətdədir. Baxın, görün, belə şeylər olmaz. Ayrı seçkilik olmasın, xahiş edirəm. Mən bu çəkilişi çəkməkdə, mən yenə də üzümü tuturam cənab prezidentimizə İlham Əliyev və Müdafiə Naziri cənab Zakir Həsənov. Baxın, Bərdə rayonunda şəhidlərimizə qiymət verən yoxdur. Reklam. Belə şeylər ola bilməz. Şəhid şəhiddir. Şəhidin köhnəsi, təzəsi ola bilməz. Qiymət verilir, bütün şəhidlərimizə qiymət verilsin. Bizim şəhid məzarları bu vəziyyətdə olmalı deyil. Bəli, olmalı deyil. Niyə? Baxın da, baxın görün necə pis vəziyyətdədir. Şəhid məzarları belə olmalıdır. Şəhid məzarlarına belə qayğı göstərirlər, belə diqqət göstərilir. Mən bugün Şəhidlər Xiyabanında oldum, Zəfər günündə. Utancıq. Mən çox utandım vəziyyətdə, utancaq vəziyyətdə mən o məzarlığa getdim. Belə şeylər olmaz. Baxın, mən buradan yenə də üzümü tuturam Bərdədə rayon icra hakimiyyətinə. Bərdə rayon icra hakimiyyətində Şəhidlər Birliyi var. Mən üzümü onlara tuturam. Belə bir biabırçılığa son qoyun, xahiş edirəm. Bir əl gəzdirin. Şəhidlər məzarlığı bu vəziyyətdə olmalı deyil. Bunlar bizim canımız, ciyərimiz, qanımızdır. Mənim qardaşım 5 il dayanmadan döyüşüb, şəhid oldu. Şəhid oldu ki, belə qiymət verilsin şəhidə. Mənim qardaşıma belə qiymət verilməlidir. Şəhidin məzarı bu vəziyyətdə olmalıdır. Nə deyim? Mən üzümü kimə tutum? Mən bu şikayətimi kimə eləyim? Dərdimizi kimə deyək? Vallahi bilmirəm. Mən bir, nə bilim, Azərbaycan vətəndaşı kimi, bir şəhid qardaşı kimi vallahi utanıram. Bu məzarlığa girəndə, bu Şəhidlər Xiyabanına girəndə Allah'ın dostunu utanıram. Qiymət verilmir. Ayrı seçkilik var. Bəli, ayrı seçkilikdir. Şəhidlər Xiyabanında həddindən artıq ayrı seçkilikdir. Təzə şəhid, köhnə şəhid. Belə bir şeylər ola bilərmi? Şəhid, şəhiddir. Şəhidə heç vaxt köhnə, təzə şəhid demək olmaz. Baxın, mənim qardaşımdır, baxın. Qardaşımın məzarıdır. Bəli, Əsədov Samir Camaloğlu məzarına baxın. Baxın, bu da Sırxavətdən Əliyev Natiq Sevindiyoğlu, Sırxavət polisindən şəhid olub. Bu canavarların, bu qəhrəmanların məzarları baxın görün nə vəziyyətdədir. Baxın,
Gör necə uçub, necə dağılıb. Nə deyim? Vallahi mən bir söz deyə bilmirəm. Allah'a olsun. Çox həddindən artıq utanıram. Həddindən artıq utanıram. Baxın. Gör necə dağılıb, necə uçub. Bir nəzarət yetirən yoxdur, gələn yoxdur. Bir gəlsinlər, baxsınlar, görsünlər. Niyə belədir, nəyə görə belədir? Burada vallahi götürəndə elə bir vəsait sərf olunmur. Nə olar? Bir balaca arxa tərəfi, məzarın arxa tərəfini ağardıblar və salam. Qabaq hissə durub. Nə deyim da? Allah and olsun, həqiqətən bir şəhid qardaşı olaraq çox xəcalət çəkirəm, həddindən artıq çox xəcalət çəkirəm. Bu biabırçılığa son qoyulsun. Bu haqsızlığa son qoyulsun. Belə haqsızlıq olmaz. Nə deyim mən? Niyə baxılmır? Şəhid ailələrinə diqqət yoxdur. Heç olmasa şəhidin məzarlarına diqqət olunsun da. Bəli, yoxdur. Şəhid ailələrinə diqqət yoxdur. Şəhid məzarlarına diqqət yoxdur. Bilmirlər, nə bilim, şəhid ailələri harada qalıb, necə qalıb. Xahiş edirəm bu barədə bir ölçü götürülsün. Sonda Kanal 21 olaraq onu da qeyd edək ki, səsləndirilən fikirlərlə bağlı heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. İctimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.